İqlimdə fövqəladə dövr başlayır, yeni temperatur rekordları qeydə alınacaq. Dünyaya təsir göstərməyə başlayan El Nino hava fenomeninin sürətlə gücləndiyi və qlobal miqyasda ekstremal hava hadisələri ilə rekord temperatur göstəricilərinə səbəb ola biləcəyi müşahidə edilir. Bu barədə Amerikanın Milli Okean və Atmosfer Administrasiyasının son hesabatında bildirilir. Mütəxəssislər isə deyirlər ki, bunun ölkəmizə ciddi təsirləri gözlənilmir. El Niño və ya La Niño bunlar əsasən okean sahili ərazilərdə yerləşən ölkələrə birbaşa təsir gücünə malikdir. Azərbaycan isə bildiyiniz kimi, yəni okeana çıxışı olmayan bir coğrafiyada yerləşir. Amma o deməli cərəyanların ümumi kontinental hava kütlələrinə təsiri, məsələn Avropanın havasına təsiri dolayısıyla bizə də müəyyən təsir göstərə bilər və yaxud da məsələn Aralıq dənizi vasitəsilə. Proses 1950-ci illərdən bəri müşahidə olunan ən güclü hadisələrdən biri ola bilər. Okeanın dərin qatlarında toplanan isti su kütlələrinin səthə qalxması ilə əlaqələndirilən prosesin qış aylarına qədər davam edəcəyi proqnozlaşdırılır. Ekoloqlar deyirlər ki, bu hadisə müxtəlif istiqamətlərdə ciddi fəsadlar yarada bilər. Dünyaya fəsadlar, məsələn, ərzaq təhlükəsizliyi nöqteyi nəzərdə, məsələn, quraqlıq özü kənd təsərrüfatına mənfi təsir göstərir və məhsuldarlıq azalır və ərzaq təhlükəsizliyində problem yaranır. Eyni zamanda həddən artıq buxarlanma, deməli, eyni zamanda intensiv yağışlar müəyyən böyük çayların, məsələn, transsərhəd çayların, bir neçə ölkələrdən keçən çaylarda çayda suyun məcradan çıxması. Qlobal istiləşmələr ən çox da səhhətində narahatlıqlar olan insanlara təsirsiz ötüşməyəcək. Xüsusilə ürək-damar, təzyiq xəstəliyi olanlar daha diqqətli olmalıdırlar. Havanın isti olduğu deyərkən birinci növbədə qanın vaxtalanmasının artması birinci nəzərdə tutulur. Çünki insanlar isti olanda həddən artıq dəridən ifraz olunan mayenin miqdarı artır və həm böyrəklərin fəaliyyəti zəifləyir, həm də qanın qatılığı artır. Qan qatılaşmasının aradan qaldırması üçün birinci növbədə mənim tövsiyəm çoxlu miqdarda maye qəbul olunmalıdır, xüsusən də günün birinci yarısında. Çünki itirilən mayeni mütləq yeri dolmalıdır. Çalışsınlar həmin vaxtlar evdən çıxmasınlar, imkan daxilində ev şəraitində sərin otaqlarda olsunlar. El Niño'nun güclənməsi planetin müxtəlif hissələrində ciddi hava dəyişikliklərinə yol aça bilər. Bəzi regionlarda quraqlıq və meşə yanğınlarının, digərlərində isə güclü yağışlar və daşqınların artacağı proqnozlaşdırılır. Gülnar Elqarqızı, Zaur Həşimov, Telesəhər.